Mənim uşağım danışmır. Bu səsləri hər birimiz eşitmişik. Təəssüf ki, uşaqların 76%-də 3 yaşa qədər nitq ləngiməsi müşahidə olunur. Yaxşı, bəs uşağın nitqini nə ləngidir? Uşağın sinir sistemi hələ yetişməyib və onlar üçün sürətli animasiya belə görsənir. Körpənin beyni cizgi filmini parlaq flaşlar kimi qəbul edir. Bu, uşağın sinir sisteminə böyük zərər verir. Hərəkət fəaliyyəti azalır. Bu isə uşağın ümumi inkişafına təsir edir. Uşaq artıq uzun müddət bir nöqtədə fikrini cəmləyə bilmir. Bu isə uşağın görməsinə təsir edir. Sizə bir sir açacağam. Uşağın danışması üçün uşaqla danışmaq lazımdır. Çünki cizgi filmindəki animasiyalar dodaq hərəkətlərini ötürmür. Uşaq anasına baxanda nitq formalaşır. Cizgi filmlərinə baxmaq uşağın sinir sistemini həddindən artıq yükləyir. Nə ki, hiperaktivliyə gətirir və nəticədə uşağın yuxuya getməsi üçün daha çox zaman tələb olunur. Unutmayın, uşağın gələcəyi valideynlərinin əlindədir.